Sabiq Mədəniyyət Naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın adı ətrafında qalmaqal yaranıb. Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura rejissoru və ssenari müəllifi Suad Qarayeva olan Məhsəti qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Məlum olub ki, filmdə 12-ci əsrdə yaşamış Azərbaycanlı şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim olunub. Ekran əsərində Məhsəti Gəncəvi dostları ilə kluba gedir, spirtli içki içir, rəqs edir və bir kişi ilə romantik münasibət yaşayır. Suad Qarayeva qeyd edib ki, film Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. Əlavə edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı Məhsəti filminin premyerası Kaliforniyada keçirilən Mammoth Lakes Beynəlxalq Film Festivalında baş tutub. Ancaq Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura hesab edib ki, bu filmdə etik normativ çərçivələrə açıq etinasızlıq nümayiş etdirilir. Bu səbəbdə Bakıda onun nümayişinə qadağa qoyulub. Bəs Suad Qarayeva kimdir? Modern.az-ın xəbərinə görə Əbülfəz Qarayev 2006-2020-ci illərdə Azərbaycanın Mədəniyyət Naziri vəzifəsində çalışıb. Suad Qarayeva sabiq nazirin yeganə övladıdır. O, Londonun Ali İqtisadiyyat Məktəbinin fəlsəfə və dövlət siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi St. Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Glasgow Universitetində Christie's təhsil proqramı üzrə aktual və müasir incəsənət üzrə magistr dərəcəsi almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Londonda yaşayan Qarayeva bu şəhərdəki məşhur Sotheby's Hərrac evində layihə meneceri vəzifəsində işləyir. O, Yarat Müasir İncəsənət Təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə də kurator direktorudur. Suad Qarayeva 2015-ci ilin oktyabr ayında əslən İrandan olan Böyük Britaniya vətəndaşı, iş adamı Şəhriyar Malekiyə ərə gedib. Onların nikahı Londonda, toyları isə Bakıda keçirilib. Bu nikahdan sonra Suad xanım Qarayeva Maleki soyadını qəbul edib. 2019-cu ildə cütlüyün bir qızı dünyaya gəlib. Suada Qarayeva görkəmli teatr xadimi şair Səməd Mənsurun nəticəsi tanınmış rejissor Tofiq Kazımovun nəvəsidir. Onu da qeyd edək ki, həm Azərbaycanda, həm də xarici ölkələrdə, eləcə də Rusiyada Əbülfəz Qarayevin ailə üzvlərinə, o cümlədən Suad Qarayevaya məxsus xeyli şirkətlər fəaliyyət göstərir.